Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Deməli, dadə nə zaman bağlayıcıdır, nə zaman ədatdır ona baxacağıq. Dadə o zaman bağlayıcı olar ki, bağlayıcıdan əvvəl birinci bağlayıcıdırsa sadalama var burada. İkincisi isə iştiraçlıqdır. Yəni burada bir iştiraçlıq var. Bəzən sadalama ard-arda getməz, amma diqqət edəsiniz ki, burada bir iştiraçlıq görsənir. Yox, əgər tapa bilmirsinizsə, bağlayıcı olduğunu bilmək istəyirsinizsə, birinci burada heç dadə yerli şal şəkilçisindən danışmaq istəmirəm. Ona görə ki, əgər şəkilçidirsə birbaşa sözə bitişik yazılacaqdır. Amma ədatdırsa, bağlayıcısa sözdən ayrı yazılacaq. Ədat olduğunu bilmək istəyirsinizsə, ədatdan qabaq feil gəlir və feil müxtəlif şəkillərdə düşünülür. Bu zaman ədatdır. Ən rahat yolu budur. Bağlayıcıdan fərqləndirmək istəyirsinizsə, məsələn, meşələrdə, nə bilim, daşlıq yollarda fərq yoxdur, sadalayırsan da siz bunları. Və yaxud da atam da, anam da yenə də sadaladınız da bunu. Və yaxud da ki, alma da dadlı idi. Məsələn, lalə də gözəl tutan çiçəklərdən biridir. Siz bu formada əgər deyirsinizsə, bu zaman bu bağlayıcı olacaq. Məsdər də bağlayıcılarda işlənə bilir. Feili sifət də işlənə bilir. Məsələn, deyirəm, oxumaq da, yazmaq da çətin deyil. Və yaxud da feili sifət kimi desək, oxuyan da, yazan da iştirak elədi. Görürsünüzmü? Burada da bağlayıcıdır. Amma yazmalıdır da, oxuyasıdır da, yazsa da. Baxın, sanki burada dadədən qabaq feilin şəkillərini görəsiniz. Daha doğrusu, yəni siz burada konkret olaraq şəkilləri görəsiniz. İstər əmr şəkli, istər arzu şəkli, istər lazım, istər şərt, istərsə də vacib. Görürsünüzsə, deməli bu dadə burada ədatdır.